Alo. Mən sənə deməmişəm ki, mən evdə olanda mənə zəng eləmə. Onu istəyirəm ki, arvad tutsun məni. Keçən dəfə tutdu məni. Bir dənə paltar yanmaşıb, bir dənə xaldan qoydu mənim boynum barışmaq üçün. Bu dəfə də tutsa bir dənə maşınla qutara bilməyəcəm əlimdən. Canımın içi, Nuriçkam, Şahmar ölsün. Mən sənə demişəm sabah sənin üçün iPhone alacağım. Söz vermişəm də bir dənə qırmızı iPhone. Şahmar ölsün Nuriçka. Canın yanmasın. Diye. Sonra zəng eləyərəm sənə. Sonra zəng eləyərəm. Aha, maşallah. Dərs yazırsan? Yaz valla, yaz. Yox, həyatda, təzə məqalə yazıram. Məqalə? Nə məqalə? Şahmar və Nura. Şahmar və Nura? Nə Şahmar, nə Nura? Zarafat edirəm. Məqalənin adı 20 manat ver, xilas ol. Vallahi gözüm heç su içmədi. Ama yaz bala, yaz. Ata, yazdım. Birinci sənin üçün oxuyum, yoxsa ana üçün? Ged anan üçün oxu, görmürsən çay içirəm. Dəqiq. Sən məni ələ salımsan. Getdirəm anan üçün oxuyum. Oxu da, nə deyirəm ki? Şahmar Nuraya zəng edir. Əziz Nuriçkan, sabah sənə iPhone alacağım. Özü də axırıncı model. Məqalənin adı 20 manat ver, xilas ol. Sonra yalvarmağa başlayır. Mənə evdə olanda zəng edir. Əli, gəl bura oğlum. Gəl məqaləni mənim üçün oxu. Gəl ha, gəl. Al bu 20'liyi. Gel orada Şahmarı Hacı dayı eləyinə. Bu başqa məsələ. Gel oğlum. Ana, bəs anın vardı? Anam sənin telefonla, sənin Nuriçkanın ölənlərinə xeyirdə oxuyur. Amma bir də dedi ki, atamın dillərini sonraya saxlamışam. Onu bilmədim ki, o nədir. Cavayet. Düş tasa yenə, düş tasa.